Bismillahirrahmanirrahim. Ənkəbut surəsi 6-cı ayə. Digər ayələr kimi çox gözəl ayədir. Ciddi cəhdlə fəaliyyət göstərən özü üçün çalışır. Yəni ciddi cəhdlə çalışan özü üçün çalışır. Çünki Allahın aləmdəkilərə qətiyyən ehtiyacı yoxdur. Nə deməkdir bu? Tələbkar olma. Tələbkar olma. Ümumiyyətlə, İstər Allahın nisbətdə, istər Allahın bəndələrə nisbətdə tələbkar olmaq lazım deyil. Tələbkar olmaq insanı bəzən hörmətdən salır. Görmürsünüz, bəzi insanlar tələbkardır. Yəni, məsələn, onun bir ruhunda belə bir tələbkarlıq var ki, sən mənə hörmət eləməlisin, tutaq ki, hörmət tələb eləyir dostundan. Pul tələb eləyir, sən mənə baxmalısan. Sən mənə iş təmin etməlisən. Və insanlar belə tələbkar insanlardan, bəziləri, ümumiyyətlə əksər insanlar belə tələbkarlardan bezir. Yəni, bu nədir? Sən niyə belə tələbkarlıq edirsən? Mənim sənə borcum var. Özün çalış da, özün çalışmalısan. Ay, mən filan şeyi etdim, çalışdım, sənin üçün filan şey etdim, sən mənə tutaq ki, heç kömək eləmədin mənə. Mən sənə kömək etdim, sən mənə kömək etmədin. Tələbkar olmaq lazım deyil. O demək deyil, mən kiməsə kömək edirəmsə, onun qarşılığı gəlməlidir. Qarşılığı gəlsə nə yaxşı, gəlmirsə tələbkar ruhiyyə ilə yetişmə. Allahdan da tələbkar olma. Bu insanı həqiqətən də hörmətsiz edər. İnsanları ətrafından dağıdar. Elə nə edirəm, insanlardan gözləntim var. Tələbkaram. Allaha ibadət etdim, oruç tutdum, ruhumda bir tələbkarlıq var ki, ilahi niyə vermirsən? Mən sənə ibadət edirəm. İllərimi sənin yolunda xərcləmişəm. Sənin yolunda səy etmişəm. Sənin yolunda haramlardan qaçmışam. Sənin yolunda sənə itaət etmişəm. Məclislərə getmişəm. Gecə namaz qılmışam. Niyə vermirsən axı? İnsan gəlir, tələbkar olur. Güya ki, bu elə bir şəxsdir ki, etdiyi bu işlər layiqdir ki, Allah ona nəsə versin. Ümumiyyətlə, insan hansı bir əməli ilə layiq deyil Allah ona qarşılıq versin. Sən ibadət etməklə əvvəla özün üçün edirsən. Allahın sənin ibadətinə, aləmdəkilərin ibadətinə, səyinə ehtiyac yoxdur, bu sənin özün üçündür. Bu bir. Özün üçündür. Ona görə itaət edirsən, ona görə ibadət edirsən ki, ruhun düzəlsin, ehtiyacların təmin olsun. Ruhunun ehtiyacları təmin olsun. Bu birincisi sənin üçündür, sənin özün üçündür. Bu bir. İkinci məsələ, Allah mərhəmət edir, bunun qarşılığını verir. Bu Allahın lütfidir. Yəni, hesaba sığa bilməz sənin o əməllərini Allahın verdiyi müqabilində. Bu ikinci məsələ. Üçüncü məsələ, bir təvazökar ol. Ruhun təvazökar olmalıdır. Allahdan tələbkar olmamalısan. Bunu sən əgər bir iş görüb və bu işimin müqabilində kimdənsə nəsə tələb edirsənsə, sənin ruhun mərhəmət ruhu deyil. Sənin mərhəmətin yoxdur. Sən mərhəmətə sahib deyilsən. Ruhunda bir rəhmiyyət yoxdur, rəhm yoxdur. Onda sən gördüyün işlər nəyəsə müqabilindədir. Övladının təlim-tərbiyəsinə riayət edirsən, övladını yetişdirirsən. Bu tələblə ki, böyüyəndə övladım mənə baxsın. Səndə problem var, övlad sevgisi yoxdur, öz mənfəətinə çalışdın. İlahi, mən sənə ibadət etdim, ver. Hə, sən Allaha ona görə ibadət edirsən ki, Allah sənə nəsə versin, tələb edirsən. Amma verməsə, nə işin var sənin Allahla? Övladım gələcəkdə mənə baxmasa, nə işin var? Dostum əgər gördüyüm işin müqabilində mənə istədiklərimi verməsə, əvəz verməsə, nə işin var? Niyə o işi görüm? Sənin ruhun budur. Ruh tələbkar olmamalıdır. Ruh tələbkar olanda, bax, belə problemlərlə üzləşir. Ruh üzülür, ruh narahat olur, küsür. Küsən insanlar var, görmürsünüz küsən insanlar. O insanlar ona görə küsür ki, başqalarından tələb eləyir. Sən mənə qayğı göstərmədin. Allah sənə qayğı göstərsin.
Allah mənə qayğı göstərsin, vallah. Əgər Allah mənə qayğı göstərsə, sənin qayğına mənim əslində ehtiyacım yoxdur. İnsan Allahın qayğısını hiss etsə, başqalarının qayğısı ona mənasız gələr. Yəni, başqalarının qayğısı çox önəmli gəlməz. Mənasız deməyim, çox önəmli olmaz. Allahın qayğısı olsun. Allah sənə qayğı göstərsin. Bəli, sən tələbkar ol. Bu mənada ki, ilahi, mən səndən tələb edirəm. Nəyi? Mənim ruhumun düzəlməsi üçün mənə əmr elə. Nə gözəldir. Mənim ruhumun düzəlməsi üçün mənə əmr elə. Mənim ruhumun düzəlməsi üçün, islah olması üçün mənə yol göstər. Bunu tələb elə Allahdan. Sənə daha çox bağlanmaq üçün mənə yol göstər. Bunu tələb elə Allahdan. Allahdan bunu tələb eləyək. Yoxsa ilahi, mən etdim, indi ver. İlahi, onsuz da verəcəksən, bilirəm. Amma mən sənin nəyisi verəcəksən deyə etmirəm. Bu işdən ona görə etmirəm. Mənim səndən tələbim budur ki, ruhumun islah olması üçün mənə bir yol göstər. Mənə qısa yol göstər. Oruç tutacaq mübarək Ramazan. Daha doğrusu tuturuq. Bu mübarək Ramazan, yəni bitəndən sonra oruç tutduq, bitdik. Deyək ki, ilahi, indi oruç tutdum. Bitdi, tələbim budur. Bundan sonra bunu qoruyub saxlamaqda mənə yol göstər. Mənə kömək elə. Bir şey istəmirəm bunun müqabilində. Müqabilində bir dənə bunu istəyirəm ki, bunu necə qoruyum, saxlayayım. Mənə yol göstər. Allah hər birimizə mübarək Ramazan ayında doğru yolu göstərsin.